أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu kavli. Muhterem müminler, muhterem mümineler, Allah'ın mübarek Cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin. Amin. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin. Amin. Dünyadan köçüb gedənlərimizə rəhmət, qalanlarımıza can sağlığı, xəstələrimizə şifa inayət etsin. Amin. Allah subhanahu ve taala şəhidlərimizə rəhmət eləsin. Allah darda olanlarımıza nicat versin. Naqis ağlımızla bizlə rəftar eləməsin. İmam Zaman Ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri onun zuhuruna hazır olanlardan qərar versin. İnşallah aqibətimizi, ahirətimizi xeyirli və izzətli qərar versin. Bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edir. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Muharremlik ayının ilk gününü yaşıyoruz. Allah subhanahu ve taala dünya ve ahiret bizleri İmam Hüseyin aleyhissalatu vesselam'dan ayrı salmasın. Amin. Bizleri bu günlerde zamana imamı İmam Zaman Ağa'ya babasının müsibətində xalis niyyətlə başsağlığı verənlərdən qərar versin. Amin. Allah bizləri İmam Hüseyin aleyhissalatu vesselam'ın məktəbin, Kərbəlasın, Aşurasın başa düşüb, həqiqətini anlayıb, onu yaşayanlardan qərar versin. Amin. Burada cəm olanların hamısına tezliklə Əbi Abdullah Hüseyin aleyhissalatu vesselam'ın ziyarətini nəsib eləsin. Amin. Niyyətə də ucalı bir salavat etsin. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Əzizlər, həqiqi müminin dünyada hədəfi dünyəvi məqamları əldə etmək və yaxud malının, pulunun, vəzifəsinin, sərvətinin olması deyil. Həqiqi mömin üçün hədəf bu deyil. Əksinə, Qur'an-ı Kərim həqiqi mömin üçün hədəf olaraq ayələrdə çox gözəl mənəvi bir məqam qeyd edir ki, mömin, öz ahirətini düşünən mömin əsas hədəf kimi o mənəvi məqama baxmalıdır. Çünki dünyadır, sərvətdir, maldır, dövlətdir, evdir, mülkdür, hər nə varsa istisnasız hamısını burada qoyub gedirik. Özümüzlə heç bir şey apara bilmirik. Bu bir həqiqətdir. Bir acı həqiqətdir. Nələr ediriksə, burada qoyulub gedirik. Və inanın bunu hamımız bilirik.
yenə də deyirəm, heç bizdən sonra gələnlər də layiqincə çox sağ ol da deməyəcəklər bizə. Gördüklərinə görə gəlirik də, deyəcəklər ki, əşi, görbagör, kaş bundan yaxşısını eləyəydi, nə eləyib, cəmat bundan yaxşısını eləyib. Bu isə mənim üçün bunu qoyub getdi. Görə gəlirik də, qardaşlar. Ata-babalarını təhqir eləyən, söyən, narazılıq eləyən övladların, cavanların, gənclərin dövründə yaşayırıq. Bunu görə gəlir. Ona görə də Quran-ı Kerim bizə bunlar hamısı burada qalacaq. Bunlar hamısı keçicidir. Bunlar mümin üçün həqiqi hədəf ola bilməz. Bəs nə həqiqi hədəf cənnətdir, cənnətdə olan məqamlardır. Quran-ı Kerim bəli, cənnəti müminin əbədi yaşayacağı bir məkan kimi Quran-ı Kerimdə təqdim edir, vəsf edir. Lakin bəzi ayələrə müraciət edəsək, cənnətdən də daha ucasını istəyir mümində. Cənnət barədə danışır. Baxın, Tövbə surəsinin 72-ci ayəsində Allah subhanahu və teala deyir: وَرِضْوَانُ مِنَ اللّٰهِ أَكْبَرُ. Hər nə məqam əldə edirsən, elə bir məqam var ki, ülvi məqam, mənəvi məqam, o məqama yetişən məqam yoxdur, o da Allahın razılığıdır. Ridvanullah. Allah ayədə, Tövbə surəsində deyir, ən uca məqam, Ridvanullah, Allahın razılığı daha böyükdür, yəni daha uca bir məqamdır. Ondan ucası yoxdur. O, cənnətdən də ucadır, cənnətdə verilən neymətlərdən də ucadır. Ona görə də müminin əsas hədəfi Allahı razı salmaq olmalıdır. Əgər biz bunu əldə edə bilsək, o digər məsələlər özü sənin ayağına gələcək. Digər məsələlər özü səni əldə eləməyə çalışacaq. Çünki sən ən böyük məqamı əldə eləmiş olmuşsan. Allahın razılığı. وَرِضْوَانٌ مِنَ اللّٰهِ أَكْبَرُ. Allah tərəfindən olan o razılıq, ilahi rizayət o daha böyükdür. Hətta cənnətdən də böyükdür. Çünki əsas hədəf odur. Heç bunu ağıl da bizə deyir ki, Allah razı olduğu insanı heç vaxt əzab verməz. Cənnətdə də razı olduğu insanı və insanları ən yaxşı yerində məskunlaşdırır. Ona görə də bizim əsas hədəfimiz bu olmalıdır. Yaxşı, hansı əməllərə biz diqqət edək, nələri edək ki, biz bu ən böyük məqamı əldə edək. Allah bizdən razı olsun. Çünki bu məqam elə bir məqamdır ki, mən dəfələrlə bu barədə söhbət əsnasında demişəm ki, bu məqamı böyük insanlar bu məqamı əldə etmək üçün gecə-gündüz səy edirlər. Böyük insanlar Peyğəmbər və Əhl-i Beyti bu məqama ucalmaq üçün gecə-gündüz səy edirlər. Və nələri fəda ediblərsə bu məqamı yüksəlmək üçün edirlər. Həzrət Əlidən məyər mən danışmamışam sizin üçün. Çünki Allah Quran-ı Kerimdə Əlinin Peyğəmbər yatağında yatmasını fədakarlıq kimi qeyd edir və onu deyir ki, insanlardan bəziləri öz canlarını nə edirlər? Satarlar, fəda edirlər. Sanki Allahla bir ticarətə girərlər. Bəs bu ticarətdə istəkləri, məqsədləri nə olar? Qazanc kimi nəyi umarlar, nəyi güdərlər? Allah deyir, mərdatillah. Allahın razılığı. Ondan başqa uca məqam yoxdur. Ziyan edir o insan ki, bu məqamdan aşağı məqama tamah edir. Çünki ən ucası budur. Gəlin Quran-ı Kerim və Peyğəmbər və Əhl-i Beytinin sözlərinə əsasən hansı əməllər insanı Allahın razılığına çatdıra bilər? Hansı işləri icra eləsək Allah bizdən razı olur? Bu önemli məsələdir. Ki, indiki bildik ki, ən uca məqam odur. Gələk buna yetişmək üçün bu pillələri də bir-bir bilək ki, hansı pilləyə qədəm qoyaq ki, oraya yüksələ bilək.
Əvvəl Quran-ı Kərimdən bir neçə ayə oxuyuram. O ayələr Allah kimlərdən razıdır və nəyə görə razıdır? Birinci Quran-ı Kərimin Əl-Bəyyinə surəsinin 7-8-ci ayələri. Allah bu ayələrdə deyir: İnnellezîne âmenû və amilussâlihāt ulaîke hum xeyrul beriyye. Cezauhum inde rabbihim cennatu adnin tecri min tahtiha'l enhar halidine fiha abada radiyallahu anhum ve radu anhu zalike limen khashiye rabbah. Dikkat edin bu iki ayeye. Deyir, şübhəsiz ki iman getirip yaxşı əməllər edənlər yaradılmışların en xeyirlileridirlər. Yani bu məxluqat aləminin en xeyirliləri kimdir? İman getirip yaxşı əməllər edənlər. İman getirip yaxşı əməllər edənlər üçün nə var? Deyir, Rəbbi yanında onların mükafatı ağacları altından çaylar axan və əbədi qalacaqları ədn cənnətləridir. Yəni, ən yüksək cənnəti Allah onlara verəcək. Allah da onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu, verilən bu mükafat, bu məqam kimlər üçündür yalnız? Yalnız Rəbbindən qorxanlara məxsusdur. Demək biz